Avqustun 17-sində general-mayor Abbasəli Novruzov hərbi memorial məzarlıqda dəfn edilib. Dəfn mərasimində Heydər məscidinin imamı İlahiyyatçı Rüfət Qarayev və imam müavini Fuad Nəbiyev iştirak ediblər. Mərasim zamanı mərhumun ruhuna dualar oxunub, onun xatirəsi ehtiramla yad edilib. Mərasimdə Dövlət Sərhəd Xidmətinin rəis general-polkovnik Elçin Quliyev, Müdafiə Naziri general-polkovnik Zakir Həsənov, DSX-nin və Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları da iştirak ediblər. Mərasimdə tabutun büküldüyü üç rəngli Azərbaycan bayrağı mərhumun oğluna təqdim olunub. Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib. Hərbi şərəf və ehtiram nişanı olaraq tabut məzara qoyulduqdan sonra fəxri qaravul tərəfindən havaya 3 dəfə yayılım atəşi açılıb. General-mayorun ruhuna dualar oxunub, məzarı üzərinə tər güllər düzülüb, əklillər qoyulub. Allah rəhmət eləsin.